Render, kompüterdə hazırlanmış 3D şəkillərin, işığın, kölgənin və materialların birləşdirilərək final halına salma prosesidir. Kompüter prosesində əsasən iki növ render istifadə olunur. Real vaxtda renderləmə, real time və əvvəlcədən renderləmə, pre-render. Real-time render adətən video oyunlarında və virtual simulyasiyalarda istifadə olunur. Bu üsulda görüntülər istifadəçi hərəkət etdikcə dərhal yaradılır. Amma bəzən görüntü keyfiyyəti pre-renderdən daha zəif ola bilər. Pre-render zamanı isə şəkil və ya animasiya əvvəlcədən güclü prosesor və ya render firma vasitəsilə hazırlanır. Bu üsul film və animasiya sənayesində geniş istifadə olunur. Əvvəlcədən render yüksək vizual keyfiyyət təqdim etsə də, bu proses çox vaxt aparır və güclü texnika tələb edir. Kiçik bir dəyişiklik etmək istəsən belə, bütün səhnəni yenidən hazırlamalı olursan. Render 3D işinizi tamamlamaq üçün lazım olan son addımdır. Əgər onun növlərini, necə işlədiyini və hansı proqramlarla istifadə edildiyini yaxşı bilsəniz, sadə bir modeli belə təsirli və peşəkar görünən görüntüyə çevirə bilərsiniz.